Deyirlər ailədə hər şey ortaqdır. Süfrə bir, yemək bir, dərdsər bir. Amma iş telefona gələndə niyə birdən-birə sənin mənim söhbəti başlayır? Görəsən telefonuma toxunma deyən ər əslində nəyi gizlədir? Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Səhər tezdən Tural işə gedib, evdə isə Rahim yatıb, Nila ilə özümə səhər yeməyi hazırladım. Yumurta isə mənim ən sevimli səhər yeməyimdir. Başlamazdan əvvəl kiçik bir xatırlatma edim. Əgər videolarımı bəyənirsinizsə, kanalıma abunə olmamısınızsa, mütləq kanalıma abunə olun və videonu bəyənməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Saçımı yumuşam, girmişəm sonra telefona, sprey falan, heç bir şey vurub nə də daramamışam. Vlogun əvvəlindəki səsləndirdiyim fikirləri sizinlə bölüşmədən öncə günümü bölüşmək istəyirəm. Nilay məktəbə yola saldım, Rahimlə evdəyəm. Şey göndərməmişəm çünki möhkəm külək idi. Nilay da məktəbə getməyini istəmirdim, amma yeni mövzu keçəcəklər deyə dedim dərsdən qalmaq istəmirəm. Mən də verişim olmadığına görə hava yaxşı olmayanda getmirəm. Yeri gəlmişkən bir sual vermək istəyirəm. Siz mənim kanalımda hansı vloqları bəyənirsiniz? Necə vloqlar çəkim? Günlərlə yumuyum, elə evdə gəzim. O mənlik deyil. Çox narahat oluram elə olanda. Səhər durdum, gördüm ki, saçım biraz yağlı fasondur. Girdim, çimdim. Bir dənə mən niyə geciyoram? Qışda daha çox olur o. Soyuqlar deyə narahat oluram. Amma belə o soyuq olmasın. Bütün günü yuyaram saçımı. Heç ərinmərəm. Bizdə şükür Allaha Nilay da elədi. 5 yaşından sonra özü çimir. Bir də görürəm, amma mən getdim çimməyə, dedim getçim. Yəni heç vaxt başı yağlı gəzə bilməz də. Yəni hələ son günlərdə hiss edir ki, saçı tez-tez yağlanır. Yenə də gedir, tez-tez çimir. Adamlar var ki, çimmirlər, həftələr, bir həftədə bir dəfə çimmirlər, çatmır mən elə şeylər. Bir də yayda oyalı, yay gəlir yenə qoxu gəlmək. Heç sevmirəm də, qoxu mənim üçün ümumiyyətlə, qoxu yenə dözə bilmərəm də. Bir dəfə avtobusda, qoy bir hadisə danışım, avtobusa minmişəm, sən demə bir xala boğmuşdu, nədir bilmirəm. Oturub qabaqda, o avtobusa minəndə qabaqda tək yer olur, şoferin arxa tərəfi yox, o birsə qapı tərəfdən. Orada oturub, inanırsınız dəhşət iyi gəlir, millət də basa-bas. Mən də uşaqla minmişəm, ayaqla gördüm, iyi gəlir, dəhşət. Biraz keçdi gördüm, bir ifunət iyi vurur. Qızlar da yanımda görürəm, başqa bir qızlardı da avtobus, onlar da belə burnunu tutub. Elə bilirdim ki, mənə o iyi gəlir də, mən təkcə istəyirəm. Özümə sormadım, bu nə iyiydi, boğulduq. Görürüm, hamı belə burnunu tutur. Elə bir ki, qapı örtüldü, yola düşəndə avtobus. Havasızlıqda o iyi daha çoxaldı. Dəhşət. Şoferə deyirəm ki, pəncərəni açın ya da havalandırmanı qoşun da. Deyir, niyə? Deyirəm, pis iyi gəlir. Deyir, yeni beşəngiyi gəlmək üçün toxumu verin, vurursunuz. Belə baxdım, şoferdə də çatmır valla. Bəzi şoferlər özlərini elə aparırlar ki, avtobusda. Xala da sənnəmə boğmuşdu. Küçədə yaşayan adamlardan idi də, yəni normal insan deyildi. Yəni normal necə? Yəni normal ola bilər, yəni normal həyat tərzi yaşayan adamdır. Bir var insan keçməər, qoxu gələr, başqa. Bir də var ki, ifunət zibil verirdi, zibilxana verirdi. Bilir ki, bu küçədə yatan, zibillikdə yatan adamdır, minib avtobusa. Şofer adamı başa düşmüş, şofer deyir ki, mənə sən istəyən toxumu verim, vur ki, neyinin pisi gəlir, mən necə, neyiniyə bilərəm. Verim toxumu, deyir, vur. Qızlar da güldülər, mənə baxdılar ki, buna danışır. Dedim, qardaş, mənim sənin toxuma ehtiyacım yox deyir. Havalandırmanı qoş, boğulduq. Burada mənim səsləndirdiyim fikir heç kimin xətrinə dəyməsin. Mən burada məqsədim şoferləri pisləmək deyil. Düzdür, elə sürücülərimiz var ki, insanlarla çox hədsiz kobud danışırlar, böyük kiçik baxmırlar. Amma eləsi də var ki, çox insan kimi davranır və oradan da baxırsan ki, eləcə də vicdanlı, mərhəmətlidir. Saçıma yüngül fen çəkirəm, istəyirəm ki, sərgəli ev alsın, saçımı yığmayacağım. Saçımı evdə də olsam yenə də yüngül fen çəkirəm ki, qoy səliqəli olsun deyildi. Mən açıq qoyuram saçımı. Bir nəfər yazmışdı ki, saçınızı yığsanız yaxşı olardı, amma doğrudan da evdə eləyəm, saçımı yığa bilmirəm, başım ağrıyır. Bu fen məndə bir neçə ildə var. Nilay hamilə idim də, bu feni Tural mənə hədiyyə eləmişdi yeni ildə. Getdik mənə aldı. Sonaşşa firmasıdır. Görürsünüz, adı da gedibdi, silinib adı. Doğrudan da çox qəşəng fendir də. De Sonaşşa yazılıb adı. Baxın. Gördünüz, yazılıb adı. Doğrudan da çox qəşəng fendir də. O vaxt oğlan Tural dedi ki, biz salon üçün almırıq da, evdə
Yoldaşıma hədiyyə edirəm də, dedi, elə olsun ki, yaxşı istifadə edə bilsin də, yəni fendəki, salondakı fenlərdən seçilməsin. Orada demişdim, narahat olmayın. Bizdə salon ustalarına da bundan satıram. Evdə də var, bizdə 10 ildir işlədirik demişdi. Elə həqiqətən də oğlan dediyi kimi var, 10 ildir, 10 ildən çoxdur da, 2014-cü ilin dekabrında almışam bax bu feni, hələ də işlədirəm. Yəni bir dəfə kabeli qırılmışdı, da o qədər bura şey olur baxmada, o qırılmışdı, partlamışdı əlinə kabeli, bacıma verdim, bacım rayonda tanıdığı adam var idi, ona verdi, şey düzəltdirdi, gətirdi. Göz altın, nəmləndirim, hamamdan çıxdımsa mütləq nəmləndiricidən tez-tez istifadə eləyirəm. Göstərməyəcəm bu kremi qızlar. Paylaşmışam, şəklində ayrıca paylaşdım ki, hansıdır, göndərilər də var. Doğrudan da gözümün altının qırışını necə açdı. Mən bunu necə oldu aldım? Səhər durdum yuxudan, gördüm gözümün altı şişib. Həm də çox dəhşət gözümün altında quruluq hiss eləyirdim. Dəhşət quruluq olurdu da, bilmirəm. Düzdür, mən bu kremlə də istifadə edirəm. Bundan uzun müddətli makiyaj altından. Bu hələ bitməyibdi, var içində. Amma bu da yaxşı nəmləndirirdi. Deyim ki, bunun haqqına girməyim. Bunun qədər istifadə eləmirəm də. Bunu ancaq səhərlər nəmləndirirdim. Gecə də yadıma düşəndə nəmləndirirdim. Amma bunu, okey, böyle bu masaj kimidir deyə. Ona görə bunu tez-tez deyəndə ki, gündə bir dəfə olur, elə olur, bir dəfə eləyirəm, elə olur ki, 2 dəfə eləyirəm. Ya bunu 10 gün dayanmadan gündə 2 dəfə elədim. Doğrudan da baxıram ki, indi makiyaj eləyəndə nə qədər hiss edirəm, görürəm ki, qırışlarım təmiz azalıbdır da, təmiz azalıb. Məndə buralara qədər qırış gəlib çıxmışdı. Onları yox eləyirdi. Yəni bu məhsul mənim artıq sevimli məhsulumdur. Bu məhsul qutarsa dönə-dönə ala bilərəm bu məhsuldan. Bacıma da demişəm ki, al, onda gözaltı qırışlar var. Bir dənə vazelin. Bunu əslində gecə yatanda istifadə eləmək yaxşıdır. Niyə? Biraz yağlığı qalır deyə. Ona görə bunu indi vurmayacağım. Gecə yatanda vuraram. Amma belə Kremkonun üz nəmləndiricisini vuracağım. Belə. Mənə bilirsiniz nə lazımdır? Orqanizera lazımdır kosmetika üçün. Hamısı burada qarışıb məndə. Aləm deyib bir-birinə. Bilmirəm ki, nə hardadır. Çox qarışıqdır, çox. Mən bu kremləri alandan yaxşı ki də aldım. Endirimdəydi. Bayram endirimlərində getdim, fürsət etdim, qoy alım. Doğrudan da yaxşı ki almışam. Üzlərim təmiz dəyişibdi. Bunları istifadə eləyəndən. Qaşımı da darıyım. İstəyirəm ki, arada beynimə gəlir ki, o məhsulları özüm alım, evdə özüm deyiləm. Qaşımı laminasiya eləyə bilərəm görəsən. Nə deyirsən, yandırmaram. Elə gəlir ki, eləyə bilərəm. Niveyanı tapa bilmədim. Biraz vurdum, bəsdir. Rahimlə gedirəm. Dırnağa yazılmışam, ora gedəcəm. Bugün işə getmədim, Rahimə də bağçaya aparmadım, çünki hava küləkli idi. Görüm necə orada sakit qalacaq. Hə, Rahim, sakit qalacaqsan? Ağlayacaqsan? Ağlayacaqsan orada? Yox. Belə. Az qalıbdır ki, 2 ay olsun ki, mən dırnaqlarımı düzəltdirmirəm. Əllərim çox kobud görsənirdi. Artıq gözlərim bu sadəlikdən yorulmuşdu. Dedim, gedim dırnaqlarımı düzəltdirim. Gəldim dırnağımı düzəltməyə. Görək necə eləyirik. Çoxdan da 2 aydan çoxdur ki, dırnağımı düzəltdirmirəm. Rahim, otur burada telefonla oyna, yaxşı? YouTube verirəm, oynayırsan, yaxşı? Yaxşı? Bu da mənim dırnağım. Bu da Rahim. Özün yaxşı apardı. O böyle çekin. Yaxşıdır. Tural bir dənə Rexonu alıb, bütün ağ maykalarını saraldıb. Ona görə mən bunu Ariel'e qoyacağım. Həmişə mamam da belə eləyirdi. Vaniş falan yoxumdu, açılır. Bitirmişəm, amma
Hər yerdə gözəl ağardır. Belə saxlayanda. Mən də həmişə dırnağımı düzəltdirəndə gəlirəm belə işləri görürəm süftəsinə. Qalsın burada. 2 saat qalanı qəşəng ağarır. Bütün markalarım qoydum. Hamısına keçib rəngi. Buna baxın, evə elə bir bomba düşüb. Ev dağılır. Çox da Rahimin oyuncaqlarıdır. Biz də evdəyik. Hava soyuqdur. Baxın, küləkli dəhşət. Evə biraz azalır, yox. Yox. Hava bir dənə düzəlsəydi, pəncərələri silərdim də, çirklidir. Başlayayım evi təmizləyib, sonra biraz istirahət edeyim. Rahimin də ad günündən müşərrər qalıb pəncərələri pərdəmizdə. Bir müddət qalacaq. Ancaq bunun yediyi sasiskadır. Ona görə evdə istəmirəm də sasiska olsun. Heç nə yemir, ancaq sasiska yeyir. Hə, Rahim? Yemək veririm sənə, başqa yemək gətirim? Yox. Qaryaçidir. Sizin də uşaqlar sasiska yeyir ancaq. Dəhşətdir Rahim. Kağız da burada. Buranı siləcəm, dedim, yesin təmizləyim bir dəfəlik. Qurtarmışdı bu Sleepy'nin salfetkası. Turala dedim, aldı. Çünki bu salfetka doğrudan da can rahatlığıdır. Hər yeri silməyə çox yaxşıdır da. Evdə ümumiyyətlə adamın əlindən çox yaxşı tutur. Yaxşı ki, bunu elə icad ediblər, çıxardıblar. Bu rəngin ümumiyyətlə qoxusu yaxşıdır. Keçən dəfə yaşıl almışdım. Yaşılın iyi, yaxşı deyildi də. Çox belə dərman iyi verirdi, tündüydü. Amma bu lavanda iyisi də qəşəngdir. Gələk vlogun əvvəlində səsləndirdiyim fikirlərə. Bəzi ailələrdə kişilər yoldaşlarına telefona əl vurmağa icazə vermirlər. Hətta telefonun parolunu belə demirlər. Sizcə bu normaldır? Mən bunu doldurub kamazın içinə belə bir şey satırlar. Qarqıdalıdır. Kamazın içinə doldurub elə yeyir. Mən bir ara iş yoldaşlarıma da eyni bu sualı verirdim. Ən çox da kişilərə. Xəyanətə meyilli olan kişilərin cavabı o olurdu ki, yoldaşım niyə baxmalıdır ki, bəlkə dostumla bir söz yazışmışam, görməsini istəmirəm. Ailəsinə sadiq olanlar deyirdilər ki, parolunu da bilir, baxa da bilir, mənim telefonumu evə girən kimi də stolun üstündədir deyə belə mənə cavab verirdilər. Yəni mən bu mövzuda fikrim çox qətidir. Telefon şəxsi əşya ola bilər, amma onu yoldaşından bölüşməmək o deməkdir ki, orada onu görməsini istəmədiyin bir gizlinin var. Ailədə də gizlin söz, iş, sir varsa o ailə artıq tam deyil. Orada nə güvən qalar, nə də etibar. Gəlin dürüst olaq. Bir evdə mənim telefonuma əl vurma cümləsi eşidilərsə, qarşı tərəfin beynində dərhal suallar yaranmağa başlayır. Hətta orada heç nə olmasa belə o qadağa şübhə kimi qalır. Psixoloqlar da deyir ki, xoşbəxt münasibətlə gizli heç nə yoxdur prinsipi olmalıdır. Şifrəni bilmək o demək deyil ki, hər gün bir-birimizin mesajlarını oxumalısınız. Şifrəni bilmək mənim səndən gizli heç nəyim yoxdur deməkdir. Sizcə ailə quranda biz sadəcə bir-birimizlə yox, həm də telefonlarımızla evlənirik. Yəni o telefonun içindəki hər şey həm də ortaq deyilmi? Müasir dövrdə telefon bizim sanki bir parçamızdır. Bütün həyatımız, şəkillərimiz, yazışmalarımız, sirlərimiz, bank hesablarımız bu balaca cihazın içindədir. Mən şəxsən düşünürəm ki, güvən olan yerdə şifrənin nə önəmi var ki? Şifrəni bilsən də baxmazsan, bilməsən də soruşmazsan. Amma gizlətmək, bax o başqa mövzudur. Və sizdə vəziyyət necədir? Həyat yoldaşınızın telefon şifrəsini bilirsiniz, telefonuna əl vurmağa, telefonun içinə baxmağa icazə verir. Bizdə elə bir şey yoxdur. Tural istədiyi vaxt mənim telefonuma baxa bilər, mən də istədiyim vaxt Turalın telefonuna baxa bilərəm. Amma Tural heç vaxt məndən qızlarla danışdığım yazışmanı heç vaxt oxumaz. Mən də Turalın oğlanlarla danışdığı yazışmanı heç vaxt oxumaram. Yəni biz bir-birimizin telefonunun parollarını bilsək də, əl vursaq da o demək deyil ki, hər gün bir-birimizin telefonunu yoxlayırıq. Sadəcə olaraq gizlin saxlamırıq və bunun müasirlə heç bir əlaqəsi yoxdur. Yoldaşına ürəyi istədiyi kimi geyimi icazə verən insanlar belə deyir ki, telefonuma baxa bilməz. Mənə elə gəlir ki, bu güvənlə bağlıdır. Elə insanlara məncə etibar yoxdur. Siz nə düşünürsünüz bu haqda? Mütləq fikirlərinizi rəylərdə yazın. İşlərimi gördüm, bitirdim. İndi çayım için belə bir sirok almışam. Beləsi də var idi. Təzə çıxıb deyəsən bunlar. Ümumiyyətlə mən sirok xoşlayıram çayla içməyi. Bunu Nilaya saxlayıram, bunu da özüm içəcəm. Gecə getdik. Neçə kilometr gəzmişik Tural? Tural neçə kilometr gəzdik? 4 km. Sonra da marojin aldıq. Yandırdığımız kaloriləri yeri qaytarıq. Qapqaradır.
Nilay demişik yatma. Вот. Yatma. Neyse. Aktivya aldık. 2 tane. Еще шок. Yazın. Шок. Bir de yandırdığımız kalorileri geri qaytarmaq için marojna. Еще мороженое. И Да, да, еще мороженое. Kalişivler bizimdi. Bu Tural'ın da bu da Nilay'ın da. А это моя. Да. Нравится, Рамчик? Это моя. Нравится? А это Ирали. Да. А это... Да, это теперь. А это папа. Да. Turalчик. Это Штубатик, это маму, это Ирали, это Ваима. Молодец. Правильно? Да. Все кушают. Baxın, 4 kilometr gəzmişik Turalın sadıdır. Hava soyuq idi amma gəzdik. Tez geldi. Həm də tez gəldik.